Müasir informasiya mühitində süni intellekt Texnologiyaların tətbiqi media sahəsində məhsuldarlığı artıraraq Dayan, bu cümləni mən belə demərəm axı. amma belə daha peşəkar səslənir. Peşəkar səslənmək başqadır, öz üslubunu qorumaq başqa. Süni intellekt bugün jurnalistlərin işini asanlaşdırır və görünür, yavaş-yavaş onun yazı üslubu bizə təsir edir. Bəs müasir media mühitində öz dəst xəttimizi necə qoruya bilərik? Bənzər cümlələr, oxşar fikirlər, eyni yazı stili. Müasir media mühitinin ümumi mənzərəsi təxmini belədir. Görünür, süni intellekt hər kəsi öz təsir qüvvəsinə salıb. Bəs görəsən, o bizə sadəcə kömək edir, yoxsa yazı dilimizi və ifadə tərzimizi də dəyişir? Onlar üçün artıq şablonlaşmış və standartlaşmış bir üslub var. Burada da ümumi sözlərdən çox istifadə olunur. Ümumiyyətlə, belə ki, durğu işarələrinə çox ciddi əməl olunur və özünün artıq formalaşmış bir çərçivəsi var və artıq insanlar süni intellektin yazılarından çox istifadə elədikcə kənardan baxanda avtomatik olaraq bu seçilir ki, bu məzmun süni intellekt tərəfindən yaradılıb, həddən artıq professionaldır, həddən artıq qurudur və emosiyasızdır. Sual yaranır. Texnologiyanın belə sürətlə inkişaf etməsi Azərbaycan dilinin üslub xüsusiyyətlərinə təsir edə bilər? Süni intellekt dilə də təsir göstərir. Yəni, dildə müəyyən modelləşmə, dildə müəyyən, belə deyim, sxematikləşmə yaradır. Bu cür sxematikləşmə dilə lazımdırmı? Əlbəttə lazımdır. Çünki dil heç də improvizasiya ola bilməz. Mütəxəssislər hesab edirlər ki, bəzi məqamlarda süni intellekt köməyimizə çata bilər. İşimizi asanlaşdırması, vaxta qənaət, bir neçə mənbədən məlumat toplamaq, ardıcıllığı qurmaq, dil normalarını pozmadan səliqəli cümlələr və mətnlər tərtib etməklə. Nə yaxşı olardı ki, ensiklopediyaları süni intellekt hazırlasın. Çünki ensiklopediya elə bir şeydir ki, o istər-istəməz subyektivlikdən qaçmağı tələb edir. Nə yaxşı olardı ki, dərslikləri süni intellekt hazırlasın. Çünki fərdi bir insan nə qədər böyük alim olsa da, o subyektivliyə yol verib özünün dissertasiyasını o dərsliyə gətirməsin. Yaradıcı sahəyə isə onun müdaxiləsi yol verilməzdir. İnsanın düşüncəsi, zəkası ilə texnologiyanınki arasında sərhəd olmalıdır. Rəqəmsal reallıqda auditoriyanın etibarını qazanmaq da, onu qorumaq da çətindir. Bu, jurnalistin məsuliyyətini də artırır. Axı bir çox neyroşəbəkə jurnalist mətnləri üzərində öyrənir. Süni intellektlə bağlı bəlkə bir 500 məsələ var ki, o çox aktualdır. Onlardan da biri dil və üslub məsələsidir. Yəni, bu İngilizcə NLP qısaldılmış forması bundan ibarətdir ki, NLP bizim danışdığımız yəni təbii dil və süni dil. İndi hətta belə bir təhlükə var ki, bütün dünyada birazdan sonra yazılan hamısı bir-birinə oxşayacaq, bir üslub olacaq. Təqlidlər əsillərini yaşadar deyiblər. Halbuki bir vaxtlar süni intellekt insanların yazı üslubunu öyrənirdi. İndi isə mənzərə bir qədər fərqlidir. Artıq süni intellekt üslubu yaranır. Heç bir ruh yox, obrazda ifadə yox, düşüncənin rəngi yox, hər şey boz və çox soyuqqanlı, heç bir emosiya yox, heç bir tərz yox. Bunu qarşısını almaq üçün əlbəttə ki, mütləq ChatGPT-nin verdiyi məlumatları, yazıları mütləq baxmaq, yoxlamaq, dəqiqləşdirmək, ona rəng vermək, onu dolğunlaşdırmaq, obrazlaşdırmaq çox vacibdir ki, o biraz insan nəfəsinə oxşasın. Müşahidələr aparmaq, məlumat toplamaq, öz beyninin və qələminin məhsulunu yaratmaq hələ də jurnalistin ən ümdə vəzifəsidir. Yaradıcı yanaşma mətnin redaktəsi, müəllifin səsi isə onun imzasıdır. Bütün bu yeniliklərin fonunda bir jurnalistin ən böyük üstünlüyü öz müəllif üslubunu qoruyub saxlamasıdır. Çünki bu qədər eyniliyin içində fərq yaratmağın yolu başqalarına bənzəmək deyil, elə özün olmaqdır. Röya Salmanova, Cavid Şərifov, Telesəhər.